Hər kəsə salam. Bürclərin karması 4-cü hissəyə xoş gəldiniz. Bu dəfə biz Odin üsürünün bürclərindən danışacağıq. Bunlar qoçlar, şirlər və xatanlardırlar. Qoç bürcləri. Qoç bürcləri həmişə savaş halındadırlar, çünki keçmiş həyatlarında elə savaşçı olublar. Buna görə də bu həyatda onlara qarşı gələn hər insanla savaşmağa hazırdırlar. Əslində isə bu onların karmalarıdır. Onlar həyatlarında olan hər kəslə savaşmalı deyillər. Başa düşməlidirlər ki, bu insanların arasında onlara yardım edəcək insanlar da ola bilər. Keçmiş həyatlarında savaşçı olduqlarına görə düşünürlər ki, həyatda bir şeyləri əldə etmək üçün daima mücadilə etməlidirlər və buna görə də həyatdakı hər anda daima savaş halındadırlar. Əslində isə bu düzgün deyil. Anda yaşayırlar, keçmiş və gələcəyi əsla düşünmürlər. Digər insanları veclərinə almamaq vəzifədir. Digər insanların fikirlərini önəmsəmirlər və bu da düzgün deyil. Bunların karması ilə əlaqədardır. Daxili sakitliyi tapmalıdırlar. İlk öncə özləri ilə olan savaşdan qurtulmalıdırlar. Daha sonra digər insanlarla da mehriban şəkildə yaşaya bilərlər. Şir bürcləri keçmiş həyatlarında lider olublar, amma lider olsalar da həmin liderlik qabiliyyətlərindən pis istiqamətdə istifadə ediblər. Belə ki, eqolu, kibirli olublar, başqalarını əziblər. Bu həyatda da yenidən lider olmaq istəsələr də qarşılarına hər zaman özlərindən daha kibirli insanlar çıxır ki, onları əzirlər. Hətta ailə qursalar belə ailələrində əzilmələri və boşanmaları kimi hallar mümkündür. Onların keçmiş həyatda etdikləri karmalardır ki, bu həyatda onunla üzləşirlər. Başa düşməlidirlər ki, insanlara həddindən artıq qayğı verməməlidirlər. Çünki şir bürcü aslan olaraq ürəyi və günəşi təmsil eləyir. Ona görə də həddindən artıq öz şüalarına, həddindən artıq öz işığını başqalarına verməkdə özünə ziyan verə bilər. Çalışmalıdır ki, hər şeyi dozunda yerinə yetirsin, nə çox, nə də az. Və belə olduğu halda digər insanların sevgisinə möhtac olmaz və digərləri tərəfindən də necə deyirlər onu, digər insanlar tərəfindən də itici qarşılanmaz. Ox atan bürcləri. Hamımızın bildiyi kimi ox atan bürcləri gəzməyi çox sevirlər. Bəs bunun səbəbi nədir? Karmalarında dərvişlik, rahiblik və ya rahibəlik, keşişlik kimi karmalar var. Belə ki, onlara çox böyük bir elm verilib. Amma onlar bu elmdən mənfi istiqamətdə istifadə ediblər, insanları sömürüblər, insanlardan maddi-mənəvi istifadə ediblər və həmin o bilgini düzgün olaraq insanlara çatdırmayıblar. Ona görə də bu həyatlarında biraz daha fərqli şəkildə dünyaya gəliblər. Özləri hal-hazırda biliyi axtarmaqla məşğuldurlar və eyni zamanda onların qarşısına çox fərqli insanlar çıxır ki, hər kəsə olduğu kimi qəbullana bilsinlər. Zidd olan hallarla rastlaşırlar. Həmişə daima harasa özləm hissi ilə yaşayırlar, hara üçsə darıxırlar və buna görə də gəzməyi çox sevirlər. Xatan bürclərinin azadlığı çox uzun zaman sonra gələcək. Belə ki, ailədə və yaxud da istənilən bir sferada, iş həyatında və s. onlar məhbus həyatı kimi yaşayırlar, həbs kimi yaşayırlar. Daha sonra isə müəyyən bir perioddan sonra onların azadlığı başlayır. Həmin dövrü atlatdıqdan sonra rahat yaşaya bilirlər. Növbəti videoda insanların xarici görünüşünə baxaraq onların hansı bürc olduğunu təyin etmək barədə öyrənəcəyik.